Salam. Bugün Cəray Əşrəfin Möhtəşəm 26 kitabından sınaq 4-də 22-ci sualın izahını sizinlə paylaşacağım. Keçək sualımıza. Etan, eten, etin qarışığının amolu 0,7 mol hidrogenlə tamamilə doydurularsa, reaksiyalar nəticəsində 75 qram etan alınır. İlkin qarışıqda etanın həzm payı 80%dirsə, asetilin həzm payı neçə faiz olacaq? Buradan baxıram, indi yazmalıyam mən. C2H6, C2H4, C2H2. Bunlar ümumi neçə moldur? Amol bizə verilmişdir şərtdə. Və etan doymuş birləşmədir. Yəni hidrogenlə doydurulmayacaq. Yəni reaksiyaya girməyəcək. C2H4-ümüz, yəni etenimiz bizim alkenlər sinifinə aiddir. Tərkibində bir dənə pirapita var. Bir dənə pirapita olduğuna görə özünə nə edəcək? 1 mol hidrogen birləşdirəcək. C2H3-imiz də etinlər, yəni etindir. Alkenlər sinifinə məxsus olduğuna görə 2 dənə pirapitası var və 1 mol özünə 2 mol hidrogen birləşdirəcəkdir. Və burada mənədir 75 qram etan alır. Yəni ümumi etanımızın kütləsi nə qədər eləyəcək? 75 qram. Mən yazıram buradan 30 qram etanımız, yəni 1 mol etan 30 qramdır. Neçə litrdir? 22,4 litrdir. Buradan tapıram 75 qramımız nə qədər eləyəcək? Tapıram buradan x eləyir 56 litr. 56 litr ümumi bunların həcmidir. Bunların həcmi tapandan sonra ilkin qarışıqda, yəni 56 litrdən 80% nədir? Etandır. Buradan tapıram 44,8 litr nədir? C2H6. Tapdım bunu. Tapandan sonra 56-dan mən çıxıram 44,8-ə. 56-dan mən 44,8 çıxıram 11,2 litr edir. Bu 11,2 də C2H4 ilə C2H2-nin nə idi? Ümumi həzmidir. Yəni bu neçə moldur? 0,5 moldur. Elə deyil. Buradan tapmalıyam indi. Mən bilirəm ki, tutaq ki bunu bax buradan x götürsəm, bunu da y götürsəm, bunların ümumi cəmi nə qədər eləyir? Yəni x plus y-imiz nə qədər eləyir bizim? 0,5 mol eləyəcək. Bizə deyir ki, buradan bunlara 0,7 mol nə sərf edir? Hidrogen sərf edilir. Buradan yazıram ki, etenə 1 moluna 1 mol hidrogen. X moluna isə x mol hidrogen yazıram x plus. Etilenin isə, yəni asetilenin üzərinə, yəni etinin isə 1 moluna 2 mol hidrogen, y moluna isə 2y qədər hidrogen sərf edilir. Bu da 0,7-yə bərabərdir. Tənliklər sistemi qururam və buradan tapıram ki, yəni mənfi 2x minus 2y bərabər mənfi 1, x plus 2y bərabərdir 0,7. Buradan tapıram mənfi x-imiz 0,10, mənfi 0,3-ə bərabərdir. X-imiz də neçə eləyir buradan? 0,3 eləyəcək. Yəni x-i tapdıq buradan 0,3. Bizim x-imiz nə idi buradan? Baxıram ki, x-imiz nə idi? C2H4-dür. Deməli, bizim C2H4-ümüz neçə moldur? 0,3-dür. 0,2 molumuz da nə eləyəcək? Asetilen eləyəcək. Bizə asetilenin nəyini istəyir? Həcm payını istirdi, elə deyil. İndi buradan həcmə çevirə bilərəm də 4,48 litrdir. Ümumi həcmimiz nə qədər idi? 56 idi. Yazıram məsələn, 56 litrimiz 100%-dirsə, 56 litrimiz 100%-dirsə, 4,48 litrimiz neçə faiz eləyir? Tapıram buradan 8% eləyəcək. Cavab da eləyəcək A bəndi. Cavab da eləyəcək A bəndi. Sualımızın izahı bu qədər. Sağ olun.